Bir gün Həzrət məsciddən xaric oldu. Gördü bir dəstə xanım pərişan halda dayanıblar məscidin qarşısında. Həzrət Əmir əl-Möminin əleyhissalam onlardan soruşdu ki, sizə nə olub ki, sizi qəmgin halda görürəm? Dedilər, ya Əmir əl-Möminin, özünü yetir Fatiməyə, tələs evə tərəf. Ki, Peyğəmbərin məscidinlə də Əli əleyhissalamın evinin arası böyük bir məsafə deyil. Hətta evdən məscidə asılan qapı var. Amma qapıları bağlananlar Həzrət Əmir əl-Möminin əleyhissalamın da bir növ desək, evinə qarşı o davranışı göstərirdilər. Əgər bizim qapımız, pəncərəmiz bağlanırsa, əlinin qapısını məscidə açılmalıdır. Özünü yetir Fatiməyə. Fatimə elə bir haldadır ki, qorxuruq sən evə gedənə qədər sağ qalmasın. Yəni, bunlar nə halda görürlər ki, xanım Zəhranı Əli əleyhissalam üçün məsafədə qısa məsafədir. Sən evə gedənə qədər Fatimə sağ qalmaya bilər. Əli əleyhissalama biri bu xəbəri verir ki, itkisi Peyğəmbərin itkisidir. Xanım Zəhranın itkisi Peyğəmbərin itkisidir Əli əleyhissalam. Necə nigaran olan, necə narahat olan, o cənglərin, döyüşlərin qəhrəmanı olan, böyük şücaətli qəhrəmanların sarısıda bilmədiyi Əli sürətlə evinə tərəf qaçır. Fəryad eləyə, nalə eləyə. Ya Ümmel Həsən, ey Həsənin anası. Fəryad eləyir, xanım Zəhranı çağırır. Görür, cavab gəlir. Ya Ümmel Hüseyn, ey Hüseynin anası. Xanım Zəhradan bir cavab yoxdur. Yəbnətə Rasulillah, ey Peyğəmbərin qızı. Yəbnətə mən səlla bil mələikəti fis-səma, ey səmada mələklərlə namaz qılan kəsin qızı. Neçə dənə bu cür fəryad eləyir, nida eləyir, görür cavab yoxdur. Əlacsız halda, başını alava quşuna, ağlaya, göz yaşı tökə. Həzrət buyurur, ya Fatimə, ənə bunu əmmi, ənə Ali ibn Əbi Talib. Ey Fatimə, mən sənin əmin oğluyam, mən Ali ibn Əbu Talibəm. Bu zaman gördülər xanım Zəhra salamullahi aleyhə gözlərini açdı. Gözlərini açdı. Həzrət Əmir əl-Möminindən xahiş elədi ki, ətrafda olanları xaric et, otaqdan çıxart. Sənə demək istədiklərimdir. Əvvəl Həzrət Əmir əl-Möminin əleyhissalamın cəmalına gözü sataşanda rəvayətin təbiri bu cürdür. Bəkət və bəka. Həm Fatimə ağlayır, həm Əli əleyhissalam ağlayır. Ətrafdaşlar xaric olandan sonra Həzrət Əmir əl-Möminin əleyhissalama vəsiyyətini eləyir, müəyyən sözlərini deyir. Buyurdu, ya Əli, Əl-yevm yevmul firaq. Bugün ayrılıq günüdür. İnsanın adətidir də, biri xəstə olanda, biri ölüm yatağında olanda, ona müsibətini yüngülləşdirsin, halını yüngülləşdirsin, narahat olma, yaxşılaşacaqsan, düzələcəksən. Həzrət Əmir əl-Möminin əleyhissalam Fatimə salamullahi aleyhə bir halda görür ki, daha bu təskinlik vermək, daha bunu həyata bağlamaq, bu kimi şeylərdən keçir. Həzrət sual elədi, ya Fatimə, vəhiy bizdən kəsilir. Hardan bilirsən ki, firaq günüdür, ayrılıq günüdür? Dedi, ya Əli, yuxuda atam Peyğəmbəri gördü. Dedi, qızım Fatimə, darıxmışam sənin üçün. Tələs mənə tərəf. Həqiqətən bura sənin üçün oradan daha xeyirlidir ki, necə xeyirli olmasın bir şəxs ölüm yatağında 75 gün yaralı halda, ailə, uşaq pərişan, hamı məzəmmət eləyir, hamı töhmət vurur, salam verən yox, salamına cavab verən yox. Necə xeyirli olmasın belə bir halda Peyğəmbərin ağuşu xanım Zəhra üçün.
Bura sənin üçün olduğun yerdən daha xeyirlidir. Darıxmışam sənin üçün, tələs mənə tərəf. Və mən də Peyğəmbərin dəvətinə cavab verdim ki, ey ata, ey Rasulullah, mən də sənin üçün darıxmışam. Ya Əli, bilirəm, bu gün ayrılıq günüdür, bu gün fəraq günüdür və görüşümüz qiyamətə qalır. Vəsiyyəti nədir? Əvvəl vəsiyyəti Həsənəyindən müqavimədir. Ki, bu ana şəfqətinin, ana mərhəmətinin göstəricisidir də. Məxsusən İmam Həsən, İmam Hüseyin. Balalarını vəsiyyət edir, məxsusən İmam Həsən, İmam Hüseyin. Həsənəyindən müqavimədir. Qoyma onlar çox ağlasınlar. Ya Əli, məni gecə qüslüləyərsən, gecə kəfənləyərsən, gecə dəfn eləyərsən və mənə zülm edənlərə xəbər verməzsən, nə qüslündə, kəfənində, cənazəmdə iştirak edəsinlər. Və məndən mənim əhlimə qiyamətə qədər salam olsun. Bu sözlərdən sonra Xanım Fatimə-tü Zəhra salamullahi aleyha ehtizar halında can tapşırır. Həzrəti Əmir əl-Müminin əleyhissalam körpə uşaqları ilə Fatiminə əza tutur. Necə? Ucadan ağlamayın ki, eşidən olmaz. Gör, Mədinə nə hala qalıb ki, Peyğəmbər əhl-i beytinin içərisində müsibət başlayır. Peyğəmbərin qızı dünyasını dəyişir. Peyğəmbərin balaları öz analarına matəm tutur. Amma ucadan ağlaya bilmirlər ki, zalimlar xəbər tutarlar. Gecə ilə dəfn eləyirlər ki, zalimlar xəbər tutarlar. Əla